İç-içə dövrlər nədir? İç-içə dövrlərlə bağlı misalları necə həll etmək lazımdır? Ən asan şəkildə bugün sizlə öyrənəcəyik. Bu, DİM-in yeni informatika toplusunda verilmiş bir iç-içə dövr sualıdır. Gəlin bu suala nəzər yetirək. S bərabərdir 0, for i in range 1-dən 4-ə qədər. Bu nə deməkdir? I bir dəfə bir qiymətini alacaq, bir dəfə 2, bir dəfə 3. Bilirik ki, biz burada 4-ü almır. Və bu dövrün daxilində də bir dövr verilib. J də 1-dən 3-ə qədər qiymətləri, yəni 1-i və 2-ni alır. Və hər dəfə J dövr etdikcə S-in üstünə J-nin qiymətini gəlir. Gəlin indi buna nəzər yetirək, bu necə işləyəcək. İlk öncə başlayırıq buradan. I ilk öncə alır bir qiymətini və biz bunu bilməliyik ki, I-nin bir qiyməti ilə J-nin bir qiyməti və J-nin 2 qiyməti hər ikisi ayrı-ayrılıqda dövrə daxil olacaq. S-i burada ümumi hesablayaq. I bərabər oldu 1-ə. J-nin bir qiymətinə dövrə girdikdə S bərabərdir. S üstə gəl J. 0-ın üstünə gəlirik 1-i. J ikinci dəfə dövr edir 2 qiymətinə. Yəni belə deyə bilərik ki, bu dövrün içində bu dövr 2 dəfə işləyir. Bir dəfə 1 qiymətindən, bir dəfə 2 qiymətindən. S-in üstünə 1-i gəldik və ikinci dəfə isə J-nin 2 qiymətini gəlirik. Artıq J-nin dövrü bitdiyinə görə qalxırıq I-nin qiymətini dəyişdiririk. I bir qiyməti ilə işlədi. İndi I-nin 2 qiyməti ilə dövrə girəcəyik. I bərabərdir 2 olduqda yenə I-nin 2 qiyməti ilə J-nin 1 və 2 qiyməti dövrə girəcək. Yenə təkrardan J olur 1. S-in üstünə bu J-ni gəlirik. Sonra J-nin 2 qiymətinə dövrə giririk. S-in üstünə 2-ni gəlirik. Yenə bu dövr bitdiyinə görə I-nin 2 qiyməti ilə də artıq dövrdən çıxıb I-nin 3 qiyməti ilə dövrə giririk. Təkrardan yenə eyni şəkildə I-nin 3 qiyməti ilə dövrə girdikdə J-nin 1 və 2 qiyməti ilə bu dövrü təkrarlayacağıq. Yenə təkrar S-in üstünə 1 gəlirik və sonra J-nin 2 qiyməti ilə dövrə giririk. S-in üstünə 2 gəlirik. Yəni burada I-nin 3 qiyməti var idi, J-nin 2 və biz 3 vur 2, 6 dəfə dövrə girdik. Bunların cəmi isə 9 edir. Bu sualın doğru cavabı C variantıdır. Əgər sualda hər hansı anlamadığınız bir yer varsa və yaxud izah etməyimi istədiyiniz başqa bir sual varsa, rəylərdə qeyd edə bilərsiniz.